İmplantların qoyulması zamanı və sonrası fizioterapiyaya müraciət və onun tətbiqi nə dərəcədə uyğulanır? Ümumiyyətlə, bu metod burada tətbiq olunurmu? Və fizioterapiya və reabilitasiya. Bunun fərqlərini istəyəcəm, buna da bir toxunaq. Deməli, orada belə olur. Məsələn, xəstələr bizə də müraciət edirlər. Deyələm ki, məsələn, diz ağrısı, but çanaq oynağı ağrısı daha çox rast gəlinir. Aşağı ətraf ağrılarında Şəhərlər doktorun dediyi kimi, əgər diz oynağında o diz oynaq aralığı daralmışsa, 3-cü, 4-cü dərəcəsə, artıq ona biz belə deyək də fizioterapiya vermənin bir anlamı olmur. Yəni, fizioterapiya da nədir? Fizioterapiya əslində bizim müəyyən bir fiziki vasitələrlə xəstələrin müalicə üsullarımız var. Burada elektroterapiyadır, ultrasəsdir, maqnitdir, tekar terapiya dediyimiz, yəni induktivləşmiş maqnitdir. Yəni, bir çox metodlardan istifadə edə bilirik. Reabilitasiya isə daha çox yəni o belə deyək, o funksiyanın bərpası, reabilitasiya olunması, əzələnin gücünün bərpa olunması, oynaq hərəkət məhdudluğu varsa onun aradan qaldırılması və bu xəstələrdə iləri dərəcədə bir artroz varsa, təbii ki, ortopedist həkimlərimiz onu əməliyyat edirlər və onlara but çanaq oynağına və yaxud da diz oynağına protez, yəni endoprotezləri qoyurlar. Endoprotez əməliyyatından öncə və sonra reabilitasiya çox önəmlidir. Araşdırmalar var. Öncəsində, 4 həftə öncəsində diz oynağının və yaxud but çanaq oynağının protezlərindən 4 həftə öncə xəstələr evdə belə özləri o oynaq çevrəsindəki əzələləri gücləndirirlərsə, məsələn, dizdirsə, diz çevrəsindəki əzələləri, 4 başlı əzələmizi, but çanağın yanındakı olan gluteus əzələlərini, yəni və iç tərəfdə olan əzələləri qüvvətləndirirlərsə, baxılıb ki, xəstələr daha tez əməliyyatdan sonra bərpa prosesi daha tez sürətli olur, xəstələr xəstəxanada az müddət qalırlar, sağlıqlarına tez qovuşurlar və ağrıları az olur.